Salam əziz izləyicilər. Mən dərman səpmək üçün bir aqreqat aldım. Dərman səpən. Deməli bu gözəlliyi ondadır ki, içində nasosu var. Burada nasosun sürətini tənzimləyən var. Sadəcə düyməni vurursan, içində akkumulyator var. Səsini eşitdinizdə. Bax belə bir bunun ucluğu var. Tam göstərə bilsən. Açılandır buradan. Burada rezbə ilə açılandır. Ucunda da rezbəsi var və aksesuarları var burada torbanın içində. Bunun hansı ilə işləməyi təcrübə özü sizə deyəcək. Lazım olan, uyğun olanı rezbə ilə bağlayıb buna dərmanı çiləyə biləcəksiniz. Bu bunun qida blokudur, akkumulatoru doldurmaq üçün zaryadka qurğusu da deyirlər. Deməli, şəbəkəyə qoşanda burada qırmızı işıq yanır. Qırmızı işıq. O tam dolanda, akkumulyator artıq dolanda yaşıla çevrilir. Normal halda akkumulyator dolu olanda yaşıl işıq yanır. Bu belə bir gözəl aparatdır. 16 litr tutumu var. 16 litr. Bu kapaq açılır, içində süzgəc də var. Dərman hazırlanır. Amma elə həll olmalıdır ki, dərman içində yumrular qalmasın, gözünü tutmasın. Bax bu çiləyicinin gözünü tutmasın. Çox duru halda olmalıdır. Buradan doldurulur və bunun arxa çantası kimi gəzdirmək üçün qayışları var. Və yaxud da əldə tutub gəzdirmək olar. Çox ağır deyil, yüngüldür. Bu baxımdan gözəldir. Bunsuz bağ becərmək, tərəvəz meyvə yetişdirmək artıq mümkünsüzdür. Yəni təbiət o qədər zibillənib ki, onlarca növ mikroskopik göbələk xəstəlikləri var. Üstəgəl həşəratlar çoxdur. Məsələn, bizdə Abşeronda sərçələrin kökü kəsilib. Sərçələr axı həşərat yeyir. Ona görə bir heyvanın üstündə bir 12-15 dənə deşik olur. Heyvan qoz boyda olur. Əgər mübarizə aparılmasa, deməli meyvə də götürmək olmur. İndi zaman belə gətirdi də. Əgər bağçadan məhsul götürmək istəyiriksə, gərək dərman səpənimiz olsun. Amma dərmanı da bilmək lazımdır. Hər bir dərmanın dozası var, hansı dövrdə vurmaq qaydası var. Çiçək vaxtı zəhərli dərman vurmaq olmaz, cəmaatın bal arılarını məhv eləyərsiniz. Bu da böyük fəlakətdir arı saxlayan üçün. Və yaxud elə sərçələrin özü də zəhərlənmiş həşərat yeyəndə öləcəklər. Ona görə belə türkəçara dərmanlar da var. Perikisdir, limon turşusudur, sodadır, yoddur. Bu cür dərmanlarla, adi dərmanlarla da çiləmək kömək eləyir. Biraz da sabun qatırıq içinə. Həşəratlarla mübarizədə bax o sabunlu su, perikis, marqans, bax belə dərmanlar kömək eləyir və bu ətraf mühit üçün ziyansızdır demək olar. Bu cür dərmanlarla
Mən bu cür dərmanlarla işləməyə üstünlük verirəm və əslində bu son keçən ilə qədər ümumiyyətlə dərman vurmurdum. Keçən il vurmuşam, görmüşəm effektlidir. Ona görə bu il bunu aldım. Sağ olun. Bağınıza bərəkət. Salamat qalın. Abunə olmağı daha yenə xatırladıram. Abunə olsaz daha çox məlumat əldə edəcəksiniz. Daha düzgün qulluğu öyrənəcəksiniz. Salamat qalın.